Son günlər ölkədə baş verən bəzi qalmaqallı hadisələr cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə də tanınmış nəğməkar şair Professor Vüqar Əhmədin saxlanılması xəbəri ciddi rezonans doğurub. Hadisənin detalları ictimaiyyətə tam açıqlanmasa da, bu vəziyyət bir çox insanı narahat edib və sənət camiyyəsində də reaksiyalar gəlib. Baku Postası xəbər verir ki, bu məsələ ilə bağlı müğənni Nura Suri sosial şəbəkə hesabında düşündürücü və emosional paylaşım edib. O yazdığı statusda şantaj və hədə-qorxu ilə əldə edilən uğurların arxasında gizlənən çirkin həqiqətlərə toxunub. İnsanlar var ki, bu həyatda hər şeyə hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin, onsuz da bu həyat mənasızdır. Ölümdən də qorxmuram, deyə sənətçi bildirib. Nura Suri paylaşımının davamında cəmiyyətin və medianın bəzən gerçəkləri örtbasdır etməyə çalışdığını vurğulayıb. Örtbasdır etsəniz də bəzi məsələləri hamı anlayır. Şəxsən mən bugün baş verən hadisəyə də, verilən təqzibə də inanmadım. Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub. Hətta sonradan təksif versəm belə. Bu sözlərin Vüqar Əhmədin saxlanılması ilə bağlı olduğuna dair güclü ehtimallar var. Çünki müğənninin yazdığı bugün baş verən hadisə ifadəsi çoxlarının fikrincə elə tanınmış şair gözlənilməz şəkildə saxlanılmasına işarədir. Xatırladaq ki, Vüqar Əhmədin hansı səbəbdən və hansı qurum tərəfindən saxlanıldığı hələlik tam açıqlanmayıb. Lakin Amiyadan onun işə gedərkən saxlanıldığı təsdiqlənib. Nura Suri bu paylaşımı ilə həm cəmiyyətə, həm də müəyyən dairələrə mesaj ötürərək ədalətsizliyə qarşı səsini ucaldan nadir sənətçilərdən biri olduğunu bir daha sübut edib. Onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.